2025-ci ilin sonuna yaxınlaşdığımız bir vaxtda ölkəmizdə həm əmək bazarında, həm də sosial təminat sistemində mühüm proseslər baş verir. Son aylarda ən çox diqqət çəkən mövzulardan biri də məhz əmək haqqı artımı və bunun pensiyalara təsiridir. Çünki ölkədə orta aylıq maaşların yüksəlməsi yalnız işçilərin real gəlirlərini artırmaqla qalmır, eyni zamanda növbəti il üçün bütün növ əmək pensiyalarının indeksləşdirilməsinə birbaşa təsir edir. Bu isə milyonlarla insanın gəlirlərində real artım deməkdir. 2025-ci ilin ilk 10 ayı üzrə açıqlanan statistik məlumatlara əsasən, ölkədə orta aylıq əmək haqqı 9,5% artaraq 1087 manata çatıb. Xüsusilə neft sənayesi, maliyyə və sığorta sektoru, informasiya və rabitə sahəsi, eləcə də peşə, elmi texniki fəaliyyət və nəqliyyat anbar təsərrüfatında daha yüksək maaş göstəriciləri qeydə alınıb. Bu artım ilk baxışdan yalnız əmək bazarına aid görünə bilər, lakin əslində pensiya təminatı sistemində də önəmli rol oynayır. Çünki qanunvericiliyə əsasən pensiyalar məhz maaşların illik artım tempinə uyğun indeksləşdirilir. Məhz bu mövzuya Milli Məclisin deputatı Vüqar Bayramov da toxunub. O, sosial şəbəkə hesabında bildirib ki, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarında artım olacaq. Deputatın sözlərinə görə artımın əsasını əmək pensiyaları haqqında qanun təşkil edir. Qanuna əsasən əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki ildə orta aylıq əmək haqqının artım faizinə uyğun aparılır və proses avtomatik şəkildə tətbiq olunur. İlkin gözləntilərə əsasən 2026-cı ildə orta aylıq əmək haqqındakı artım təxminən 9,2% səviyyəsində olacaq. Bu isə o deməkdir ki, pensiyalar da təqribən eyni faiz dərəcəsində artırılacaq. Lakin son göstəricilər fevral ayının əvvəlində rəsmi olaraq təsdiqlənəcək və indeksləşmə həmin rəqəm üzərindən aparılacaq. Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil edilir. Qanunun 4-cü maddəsinə əsasən ölkədə 3 növ əmək pensiyası mövcuddur. Yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Bu o deməkdir ki, vətəndaş hansı növ pensiya alırsa alsın, maaş artımına uyğun olaraq onun pensiyasına da artım hesablanacaq. Deputat onu da qeyd edib ki, indeksləşdirmə əvvəlki ilin nəticələrinə əsaslandığı üçün 2025-ci ilin dekabrın 31-dək pensiya hüququ qazanan bütün vətəndaşlara artım şamil olunacaq. Yəni il bitənədək pensiyaya çıxmış şəxslər də 2026-cı ilin yanvarından etibarən indeksləşdirilmiş məbləğlə pensiya alacaqlar. Qanunvericiliyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün əmək pensiyalarının sığorta hissəsi, eləcə də qulluq stajına görə əlavələr müvafiq artım faizi ilə yüksəldiləcək. Bu proses ümumilikdə təxminən 1.100.000 pensiyaçıya təsir edəcək. Beləliklə, əmək haqqı artımı yalnız işçilərin deyil, həm də təqaüdə çıxmış vətəndaşların gəlirlərinə müsbət təsir göstərir. 2026-cı ilin əvvəlindən etibarən tətbiq ediləcək indeksləşdirmə sosial müdafiə sisteminin ən mühüm yeniliklərindən biri kimi qiymətləndirilir və təqaüdçülərin gəlirlərində real artım təmin edəcək.